bildirmək istəyirəm ki, baxmayaraq ki, ilk qaraciyər transplantasiyası canlı donordan Azərbaycan Respublikasında 2008-ci ildə təsadüf edibdir. Lakin uzun müddət, uzun illər bu əməliyyat hər ehtiyacı olan xəstəyə təsvir olsun aparıla bilmirdi. Ona görə ki, böyük bir maddiyyat tələb edirdi. Hətta mən başqa bir çətinlikləri burada vurğulamıram ki, donorun uyğunluğu, ümumiyyətcə donorun tapılması və s. Eyni zamanda da böyük bir maliyyə ehtiyacı tələb edirdi. Ancaq məlumdur ki, mən onu bildirmək istəyirəm sizə ki, 2023-cü ilin avqust ayından İcbari Tibbi Sığorta Agentliyinin yeni zərfinə qaraciyər transplantasiyası və böyrək transplantasiyası daxil olduğundan və bununla bağlı demək olar ki, bütün xərcləri dövlətimiz qarşılayır və əməliyyatların sayı da bundan sonra artıb da əhəmiyyətli dərəcədə və ehtiyacı olan xəstələr artıq maddi bir problem, maddi bir çətinlik çəkmədən əməliyyata məruz qala bilirlər və bununla da bağlı elə ilk növbədə ölkə başçısı möhtərəm cənab prezidentimizə, birinci vitse-prezidentə, İcbari Tibbi Sığortanın başında olan rəhbərliyə öz minnətdarlığımı bildirmək istəyirdim. Elə öz adımdan da hospitalın əməkdaşları tərəfindən də.